Necə eləyək? Sadə. Sadə. Elə bax indiki kimi. Necə var elənsənə Şamil. Bax necə var elənsənə. Dəyərli dostlar, dəyərli izləyicilər, bunu vlog videomuzda da çəkib paylaşmışam inşallah. Kanalımıza dəstək olmaq üçün abunə olun, like atın inşallah. Kanalımızı bəyənin ki, hər gün yeni gözəl videolarımızdan xəbəriniz olsun. Şamil qardaş da yanımızdadır. Aysun xanım hal-hazırda TikTok'un canlı yayıncısındadır. Bəli, ev sahibləri də buradadır. Dostlar, evimizin də qiyməti sonu ev sahibi deyir ki, 52 minə deyirəm. İndi reallıqla gəlsəz Şamil baltalayacaq. Siz bu boyda boylu adamdan qorxmursunuz ki, son deyirsiniz 52 min. Yani bax dostlar, bu da ev yəsinin ağzından işləyir. Neçə edirsən də də? 52 min deyirəm. Mən bura daş düzməmişəm. Mən bura kəmər törmüşəm. Elə bunun kəməri filan qədər pul tutur. Allah can sağlığı. Biz görən kimi bildiyi olar. Xeyirli uğurlu olsun inşallah. Bir gram su yok, bir şey yok. 3 minə gedir. Prosta kosmetika biraz lazımdır, tadı geçsin. Cüzi kosmetik xərci var. Asfalt yolundan dostlar 50 metrdir. 50 metr, maksimum. Şam bağının arkasında. Keçək təqdimata. Keçək. Gəl. Çəkin siz təqdimatınızı eləyin. Buyurun Aysun Başlayın. xanım. Zəhmət olmasa. Aha. Gəl Şamil qardaş, gəl. Getdik. Ya Allah. İşiniz xeyirli olsun, işiniz avan da olsun inşallah. Mən onu da bildirmək istəyirəm. Həyat kisot yarımın içindədir. Ətraflı belə göstərmək istəyirəm. Sənəti qeyd eləmişəm ekranda. Fərdi yaşayış üçün verilən çıxarış sərəncamıdır. Binədə burada hamıda nədir? O sənə. Bu ağsaqqalların da sənəti budur. Qiymət 52 min manatadır. Plus artizanız var. Var o 8 metr dərinliyində artizanlı. Ondan sonra qoy onu da deyim. Gazınız var. Var, hamısı İşiniz var. Var. Hamısı öz adı zaten. Hamısı öz adımızdadır. Plus qoy onu da soruşum. Ev cütdaşdır. Cüt daşdır, girib baxa da bilərsiniz. Su. Əla. Kəmərə qədər atıb Rövşən, kəmərə qədər. Su bakına yazıq var da Öztürk Şimşək. Su bakına kimi var. Həyətdəki əgər bunu demək istəyirəm ki, əgər su quyusu şoralsa bu yaşıllıqlar olmaz. Baxın ay dostlar, bu yaşıllıqlar olmaz. Burada bir dənə ot bitməz. Bura olar nə? Duz. Düzdürmü Şamil? Bəli, bəli. Həyat da kifayət qədər genişdir. Rahat. 2-3 maşın yerləşir. Rahat. Yəni sorğu sualsız. 2-3 maşın rahat yerləşir. Bax, bunu göstərmək istəyirəm Şamil. Bunlar indi eləmiblər. Mən indi yıxmasam yaxşıdır. Bu var ha baba. Görsən oynayır. Bunu bir dənə belə bir dənə belə eləysən, Zabor qoyursan. qoyursan. Bəli. Vəssalam. Ya darvazanın yeri hazır. Keçdik evə. Gəl. Ya Allah, keçdiyimizin için təqdimatına dəyərli izləyicilərimiz. Dayıcan, xeyirli olsun. Allah müştərisini yetirsin inşallah. Yəni evimiz deməli 1, 2, 3, 4, 5 daş üstündə kürsülü ev. Bəli. Gəl Naşif xanım. Evə daxil olanda sağ tərəfdə Sənkər qovşaqlarını göstərək. üzərində komşu çəkilmiş. Əşyalar qalır, nereye girdi? Qalır, əşyalar qalır, hamısı qalır. Bir də əzizlərimizdən deyək ki, deməli ev sahibi bu əşyaları gördüyünüz nə varsa hamısını saxlayır. Girişdə bizi geniş zal qarşıladı. Rövşən bəy, əyləşirsiniz, illərdir yorulmuşsunuz. Sizə köməyini göstərər. Geniş bir zaldır. Deməli zaldan burada bir geniş ailəyə toplandı. Arxamızdan bir geniş deməli ailəyə toplanılır. Müdür stolu boşuyor. Növbəti bir ailəyə toplanılır. Və bunda Ölçüləri də genişdir. ölçüləri Gayet genişdir, ölçüləri bəli. genişdir, normaldır. Zəhmət olmasın. xanımlarımız könül rahatlığı ilə istədikləri ölçüdə yataq dəstəni yerləşdirə biləcəkləri genişliyə malikdir. Buyurun, baxın, şarayət qalxardır. Sonra növbəti, burada da bizim Mətbəximizdir, bəli. normal ölçüdə bir mətbəximiz var. Buyurun, zəhmət olmasın. Normal ölçüdə bir mətbəxdir. Və günəş düşən mətbəxliyə. Normal ölçü. Mən də çox normaldır. Əlavə olaraq belə bir sıxmasın. Burada stol qurub belə. Rövşən bəy, bir də bunu cavablandırın. Deyirlər binədə su olmur, suyu var. Suyu var niyə yox ki? Şəxsi suyudur, artizan Suyu yoxdur, suyudur. artizan suyudur. Artizan suyu şirin gəldi. Onsuz buna artizan Artizan suyu. Allahın nemətidir, razı şirin. Bax bir söz deyəcəm dostlar, heç kim məndən inciməsin. Ceylanbatan suyu dediyimiz su göydən, cənnətdən enən bir su deyil ki, nə də zəmzəm suyu deyirlər. Həyatda bütün yer kürəsində olan suların hamısı yerin altından çıxan sulardır. Ya da ki, yağış yağır, toplanan sular var. Yəni əsas odur ki, bu su dəniz suyu deyirlər dostlar.
Yani bildiğimiz yerin altından tabi qayalardan zaten süzülüp gelir yerin altına. Oradan da yerin altından biz çıxardırıq. Filtriyasiya olunmuş sudur. Evet. Və sənəti haqqında məlumat verərdiniz. Sənət dedim daha hamısında nə? İcra sərəncamında tikinti təyinatlıdır sənədimiz. Yenə təkrar edirik ki, 15 sotun içində 4 otaq, özünə tikilmiş ev. Bəzən bizdən Rövşən izləyicilərimiz ən çox verdiyi sual özünə tikili axtarır. Hadi özünə Buyurun özünə tikilir, buyurun. Gəlin baxın. Kəmər verib, fundament var, biz gördük. Hamısı var. Gəlib özünüzə baxa bilərsiniz. Deməli, kəmər verib, Bəli. Çornukol çox yaxşıdır. O işdə sizə əhsən düşür. Gördün mən. Əziz, təşəkkür edirəm. Tikib satmışam mən. Yəni o əhsən düşür sizə. Bəli. Kifayət qədər geniş evdir. Bir dənə nədir əziz? Və sual verirlər, mərkəzi kanalizasiya sistemi varmı? Özəldir. Özəl. Şambol. Şanlı. Özəl. Binədə ümumiyyətlə mərkəzi kanalizasiya sistemi axtarmayın. Biz zərər vermirik heç kimə. O binədə o mərkəzi hissələrdə bir neçə küçədir. Yəni Orada da yox. o da ki tam təmiz effekt verir. Əziyyət çəkirlər ona. Bəli, dəyərli dostlar, dəyərli izləyicilər, inşallah sizlərlə sağollaşıram. Gördüyünüz bu evin qiyməti neçə oldu Şamil? 52.000 manat. Bəli. Saqqal 52.000 manat sonundadır. İnşallah bizi tərəfdən gələn müştərilərdən nəzərə alar. Biz ondan xahiş edirik, nəzərə alacaq. Yenə deyirəm, özünə tikilmiş evdir. Buyurub müraciət edə bilərsiniz. Əlaqə nömrələrimiz ekranda var. Da milyonla ahali bizi izləyir. Da bu boyda milyonla ahalinin qabağında deməyəcək ki şeydə. Hocam bir də bir şey var. Buyurun. Müraciət edir izləyicilər. Müraciət edirlər bizə izləyicilər. Deməli nədir? Məbləğ az, yeri yaxşı, geniş ev. Bugünkü gün bunu tapmaq həqiqətən çox çətindir. Çox çətindir. Bu hazır indi əziyyət çəkib biz tapmışıq. Buyurun müraciət edin, köməklik edək, Dəyərləndirin. dəyərləndirin. Xeyirli olsun inşallah.